Yay aylarının yaxınlaşması ilə birlikdə Azərbaycan Premyer Liqasının 2024-25 mövsümündə də yavaş-yavaş sona doğru irəliləyirik. Yeni mövsümlə birlikdə təmsilçilərimizin Avropa liqalarındakı mübarizəsi yenidən start götürəcək. Xal cədvəlinin zirvəsindəki komanda böyük nisbətdə aydınlaşsa da, Avroliqalara digər vəsiqələri təmin edəcək ikinci və üçüncü pillələr uğrunda mübarizə hələ də davam edir. Bundan əlavə, Avroliqalar üçün bir digər bilet olan Azərbaycan Kubokunda da yavaş-yavaş çempionu belirləyəcək finala doğru yaxınlaşırıq. Panenkanın bugünkü videosunda Premyer Liqadakı və Azərbaycan Kubokundakı Avropa mübarizəsindən və komandalarımızın növbəti mövsüm üçün bəlli olan təsnifat yolundan danışacağıq. Kanala abunə olub, videoya like ataraq bizlərə dəstəyinizi göstərə bilərsiniz. Xatırlatmaq istəyirik ki, Panenkanın kontentlərini YouTube-la yanaşı Instagram və TikTok sosial şəbəkələrindən də izləyə bilərsiniz. Elə isə çayınızı və çərəzinizi hazır edin, çünki Panenkanın yeni videosu başlayır. Xoş seyirlər. Gəlin ilk öncə komandalarımızın Avroliqa vəsiqələrinin necə paylanacağına göz gəzdirək. UEFA turnirlərinin reglamentinə görə yerli liqalardan Avropa liqalarına vəsiqə qazanacaq komandaların sayı və bu komandaların liqalar üzrə bölgüsü UEFA ölkə assosiasiyaları reytinq cədvəlinə əsasən müəyyənləşdirilir. Belə ki, bu reytinq halı hesablanarkən son 5 mövsümdə Avroliqalarda təmsilçiləri daha uğurlu olan ölkələr üst sıralarda, uğursuz olanlar isə reytinq cədvəlinin aşağı pillələrində qərarlaşır. Azərbaycan UEFA ölkə assosiasiyaları reytinqinin 2023-24 mövsümünü 20.125 xalla 28-ci pillədə bitirdiyindən yerli liqadan 3, kubokdan 1 olmaqla ümumilikdə 4 fərqli təmsilçisini Avroliqalara yollaya bilir. Bu komandalar biri Çempionlar Liqası, biri Avropa Liqası və qalan ikisi Konferans Liqası olmaqla müvafiq olaraq UEFA liqaları arasında paylaşdırılır. Çempionatımızın xal cədvəlini zirvədə tamamlayacaq komanda normal şərtlərdə Çempionlar Liqasının 2025-26 mövsümünə birinci təsnifat mərhələsindən qatılacaq. Amma qeyd etmək lazımdır ki, bir sıra şərtlər tamamlanarsa, liqamızın çempionunun ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulma şansı yarana bilər. Nümunə kimi, ötən mövsüm Çempionlar Liqası çempionu olan Real Madrid öz liqasında da Çempionlar Liqası vəsiqəsi qazandığından təmsilçimiz Qarabağın Çempionlar Liqası mübarizəsi ikinci təsnifat mərhələsindən başlamışdı. Bu xüsusi halın növbəti mövsümdə də baş tutma ehtimalını Avropadakı bütün liqalar və UEFA turnirləri tam başa çatdıqdan sonra daha yaxşı dəyərləndirə biləcəyik. Amma hələlik normal şərtlərdə Azərbaycan çempionu Çempionlar Liqasının 2025-26 mövsümünə birinci təsnifat mərhələsindən qatılacaq. Ölkə birincisi Çempionlar Liqası liqa mərhələsinə qatılmaq üçün birinci, ikinci, üçüncü təsnifat mərhələsində və play-offda 4 fərqli komandanı mübarizədən kənarlaşdırmalı olacaq. Azərbaycan təmsilçisi birinci və ikinci mərhələdə mübarizədən kənarlaşarsa, UEFA Konferans Liqasına düşəcək. Üçüncü mərhələdə uduzarsa, UEFA Avropa Liqası play-off mərhələsinə keçid edəcək. Çempionlar Liqası play-offunda məğlub olarsa, Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanacaq. Azərbaycan Premyer Liqasının ikinci və üçüncü pilləsini tutan klublar Avropa mübarizəsinə UEFA Konferans Liqasından qoşulacaq. Hər iki klub ikinci təsnifat mərhələsindən etibarən Avropadan olan rəqiblərlə qarşılaşacaqlar. Klublarımız Konferans Liqasının liqa mərhələsinə vəsiqə qazanmaq üçün ilk öncə ikinci təsnifat mərhələsini, sonra üçüncü təsnifat mərhələsini və ən sonda isə play-off mərhələsini keçməli olacaqlar. Təmsilçilərimiz bu mərhələlərin hər hansı birində məğlub olarsa, Avropa liqaları ilə vidalaşacaqlar. Və nəhayət, Avroliqa biletini əldə edəcək son təmsilçimiz isə Azərbaycan Kubokunun çempionu olacaq. Belə ki, ölkə kubokunun sahibi Avropa mübarizəsinə UEFA Avropa Liqası birinci mərhələsindən başlayacaq. Kubok çempionu Avropa Liqası liqa mərhələsinə qatılmaq üçün müvafiq ardıcıllıqla ilk öncə birinci və ikinci təsnifat mərhələsini, daha sonra üçüncü təsnifat mərhələsini, ən sonda isə play-off mərhələsini uğurla başa vurmalı olacaq. Təmsilçimiz Avropa Liqası birinci, ikinci və üçüncü təsnifat mərhələsində məğlub olarsa, Konferans Liqası təsnifat mərhələsinə, Avropa Liqası play-off mərhələsində mübarizədən kənarlaşarsa, Konferans Liqası liqa mərhələsinə birbaşa keçid edəcək. Gəlin, hal-hazırki Premyer Liqa cədvəlinin və Kubok mübarizəsinin vəziyyətinə əsasən növbəti mövsüm üçün Avropa vəsiqələrini dəyərləndirməyə çalışaq.
12 xallıq fərqlə turnir cədvəlinin birinci pilləsində qərarlaşan Qarabağ Azərbaycanı Çempionlar Liqasının yeni mövsümündə təmsil etməyə ən böyük namizəddir. Ağdamlılar mövsümü çempion olaraq tamamlamağı bacarsalar, Avropa mübarizəsinə Çempionlar Liqasının birinci təsnifat mərhələsindən etibarən qoşulacaqlar. Təmsilçimiz birinci mərhələnin püşk atmasına səpələnmişlərin arasından daxil olacaq. Təmsilçimizin rəqibi UEFA Ölkə Assosiasiyalar reytinq cədvəlində 25 ilə 55-ci sıralar arasında qərarlaşan ölkələrin çempionlarından biri olacaq. Hazırki xal cədvəlinə əsasən UEFA Konferans Liqasına vəsqə qazanmağa ən yaxın klublar 55 xalla ikinci pillədə qərarlaşan Zirə və 48 xalla ilk üçlüyü tamamlayan Araz Naxçıvandır. UEFA Konferans Liqası bileti uğrunda mübarizənin davam etdiyini və 43 xalla 4-cü pillədə qərarlaşan Turan Tovuzun şansının da kifayət qədər yüksək olduğunu qeyd etməliyik. Bu üç komanda arasından ikisi Avropa mübarizəsinə UEFA Konferans Liqası ikinci təsnifat mərhələsindən etibarən qoşulacaqlar. Təmsilçilərimizin püşk atmaya hansı səbəbdən daxil olacağı rəqiblərinin UEFA reytinqinə əsasən bəlli olacaq. Təmsilçilərimizin rəqibləri isə UEFA reytinqində 6 ilə 44-cü sıralar arasında yerləşən ölkələrdən olan klubların arasından seçiləcək. Avropaya vəsqəni təmin edəcək sonuncu komanda Azərbaycan Kubokunun yarım finalında çıxış edən 4 klub Araz Naxçıvan, Qarabağ, Neftçi və Sabahdan biri olacaq. Kubokun çempionu olan komanda püşk atmaya UEFA Avropa Liqası birinci təsnifat mərhələsindən qoşulacaq. Təmsilçimizin rəqibi UEFA reytinq xalı cədvəlində 16 və 33-cü sıralar arasında yerləşən ölkələrin kubok çempionlarından biri olacaq. Kubok çempionunun püşk atmaya hansı səbəbdən daxil olacağı isə özünün və rəqiblərinin UEFA reytinq xalına əsasən bəlli olacaq. Bu məqamda qeyd etməli olduğumuz istisna bir hal yaranır. Belə ki, kubok çempionu Premier Liqa xal cədvəlinin ilk 3 pilləsində qərarlaşan komandalardan biri olarsa, Avroliqa bileti liqa cədvəlinin 4-cü pilləsini də əhatə edəcək. Məsələn, Azərbaycan Kubokunu liqa cədvəlində 3-cü pillədə qərarlaşan Araz Naxçıvan qazanarsa, UEFA Avropa Liqası bileti Naxçıvan təmsilçisinə, Konferans Liqası vəsiqəsi isə hazırda 4-cü pillədə qərarlaşan Turan Tovuza keçid edəcək. Kubok çempionu Neftçi və ya Sabah olduğu halda isə Avropa Liqası bileti çempionda olmaqla birlikdə digər bölgülərdə dəyişiklik olmayacaq. Liqamızda mövsümün sonuna 8 tur qalmış, hazırda 6 komandanın Avroliqalar uğrunda mübarizəsi hələ də davam edir. Bəs sizcə hansı klublarımız Avropaya vəsiqə qazana biləcək? Hansı komandalarımızın azərkeşləri növbəti mövsümdə Avropa həyəcanından məhrum qalacaq? Videoda anlatdıqlarımız ilə bağlı suallarınız yaranarsa, şərhlərdə fikrinizi bildirib suallarınızı yönəltməyi unutmayın. Elə isə növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik.